Salam aleyküm, Vahid müəllim. Salam aleyküm. Salam. Çok sağ olun. Çok sağ olun. Keçən dəfə siz demişdiniz ki, sizin başqa kitablarınız da var və indi görürüm siz onları bizə təqdim etmək istəyirsiniz. Xahiş edirəm, məlumat verəydiniz. Bax, onun üst götürək. Üzün biraz indi çiklidir. Yəni bunlar qalıb indi minəmişlikdə qalıb. Çox keçmiş, yəni qədim kitabdır. Bunlar deməli bütün dünya musiqi alətlərinin ensiklopediya muzikal var. Yəni Rusların yazısıdır bu. Yəni bu ensiklopediya. Ensiklopediya slovar da, ensiklopediya var da musiqi haqqında. Deməli 66-cı ilin. 66-cı ildə bu olub, amma 66-da bir də çap olub. Burada deməli dünyada ki, nə qədər tanınmış musiqiçilər var, bəstəkarlar var, musiqi alətlər var. Hamısının haqqında burada yəni informasiya var. Bu kimin şəklidir misal? Bu musiqi hansısa bir dövlətin bir musiqiçisidir, ya bəstəkarıdır, nə bir xanəndəsidir, oxuyanıdır. Yəni burada bütün tenorlar da var, barisonlar da var, hamısı. Bizim Azərbaycanın bütün tanınmış, yəni ki, yəni o 4-5 dənə bütün dünyada tanınmış, onların da burada şəkilləri var. Kimlərin misal? Var bir iki, mən indi yadımda qalmaz, mən oxumuşam onların haqqında. Bunu mən bu bir ensiklopediyada istəsən də istəmirsən də sən bunu vərəqləyirsən. Maraqlıdır. Və burada bütün nə qədər alət var, hətta elə alətlər var burada ki, biz heç onun nə adını eşitmişik, nə üzün görmüşük. Biliyorsun bir dənə alətdir. Operada ya da musiqidə bir dənə ses çıxardır. Amma o alət gedir. O alət gedir. Bax, onlar da burada var. Yəni dünyada bax. Bu belə bir ensiklopedik bir əsərdir, kitabdır bu. Yəni bütün dünya musiqiçilərində bunlar mütləqdir lazım. Sonra bu deməli bu Nikolay Andreevich Rimski-Korsakov, bu Çar Rusiyasının vaxtından yəni olan bəstəkardır bu. Pushkinin neçə əsərlərinə bu yəni ki musiqi bəstələyib. Hətta Pushkinin bir əsəri var idi. Salieri Mozart əsəri var idi. Onun operasını yazıb, kamerli opera kimi opera yazıb ona. O tanınmış adamdır, Rimski-Korsakov. Bu da öz yəni xəttini qoymuş. Yəni ki, ikinci sənətdə tanınan adamdır. Rusun vaxtından biz bunları tanıyırıq. Neçinci ilin kitabıdır? Bunun ilini mən indi buradan deyim. Bu onun 4-cü kitabıdır. Bundan qabaq bu 73-cü ildə buraxılıb bu. 73-də. Amma kitabın Lupskasında yazılıb ki 4-cü usta 1905-1908. Это пись жизни и творчества. Rimski-Korsakov. Bu deməli Vladimir Nikolaevich Rimski. Bu bilməm bunun Rimlə nə əlaqəsi var? Burada Rimski-Korsakov yazılıb. Ayrıca yazılır. Burada yazılır Vladimir Nikolaevich Rimski-Korsakov. Yoxsa başqa cür necə yazılır? Başqa cür, yox. İndi Rimski sözü burada, yəni deyirəm ki, əlavə olunur bura. Vladimir Nikolaevich Korsakov da yazıla bilərdi. Rimski sözü bura əlavə olunur. Mən həmişə Rimski-ni görmüşəm. Mən də görmüşəm elə, yəni mən demirəm o. Bu da ki, Avropada yazılmış Paron haqqında kitabdır. Yəni ki, klassik ədəbiyyat kimi yazılıb bu. Bir əsər kimi yazılıb. Kimdir? Boleslav Prus? Prus Avropa yazıçısıdır bu. Bilməm, Rusla qarışığı var deyəsən. Maraqlı yazıb, Paron. Bunu hissəs oxuyasan. Bunu oxuyanda görə ətraf mühitlə əlaqən olmasın. Qoymayacaqsan oxumağa. Burada elə sözlər var ki, bir görürsən ki, bir vərəqi oxumaq üçün 5 dənə lüğət açırsan. Nə danışırsınız? Rusçadır. Rusçadır onlar, Rusçadır. Sonra bu, deməli, Rusun vaxtında klassik ədəbiyyatı oxumaq üçün poetiski slovardır. Familiya Kvetovski. Polska familiya. Polyak olub yəqin ki. Ola bilər olsun. Müəllifi Polyak olub. Hansı 66-cı ilin kitabıdır. Nə barədadır bu kitab? Burada bizə, məsələn, şeiri necə yazmaq, dastanı necə yazmaq, sonra ondan sonra hansısa bir, bizdə məsələn, şeirdə nələr var? Məsələn, 2 misralı var, 4 misralı var, 6 misralı var, sonra sözün quruluşu. Məsələn, bax, elə, məsələn, Valeri Qraşovun, bir də ki, Mikhail Barovskinin bir əsəri var. Mən indi onu deyim, siz başa düşəcəksiniz. O deyir ki, Dom moy dostroyin, но я в нем один. Xlopnil dver za spinoy. Bax, onu oxumaq üçün burada elə taxtlar var ki,
onu bilməsən, onun şeyini, ritmini qura bilməyəcəksən. Həmin o Qraçov dünyada 5 oktav sesi olan bir oxuyandır. Siz de yazmışsınız da şiir az. Ha, indi bax mən onun şeirini yazmışam. İndi bir dəqiqədən bir də məni qulaq asın da. Deməli, yox, onu yaz yenə. Yaz, demə. Deməli, bax o mahnını yazı, sözlərin özü yazı. Özü də oxuyub. Kim? Qraçov. O musiqi dünyasında Vitas gedir, adı Vitas. O ləqəb götürüb özünə. O 5 bir dənə qulaq asın, mən yazayım. Onun 5 oktava sesi var idi. 5 oktavdan yuxarı. Həmin yazdığı mahnını özünə ləqəblə oxuyub onu. Sonra ondan sonra Qazaxıstanda bir xanəndə oxuyan əmələ gəldi. Kudaybergi, Dimash Kudaybergin. O oxudu onu. O dahi yarım oktava da ona əlavə elədi. Yarım oktavı da əlavə elədi. Və bunlar ikisi bu mahnından ad qoyublar. Onun çox gözəl sözləri var ha. Görürsən necə deyir onu? Dom moy dostroyen, но я в нем один. Хлопнул дверь за спиной. Sonra deyir ki, стучит в окно осенние ветры. Опять плачет надо мной. Ночью гроза, утром туман. Солнце остыло совсем. Belə çox güclü sözləri var. Amma ki, bu mahnının bir dənə insanın canına hələ bir dənə yapışır ki, hələ oxur ki, bir lezzət var bu mahnıda, bir həzz alırsan mahnıdan. Əsasən, bu özü də yaxşı oxuyur bunu. Amma Dimash bunu yarattı da, bunu peçatladı. Sizin musiqi təhsiliniz də var. Mənim musiqi təhsilim var. Mən əvvəl qarmonu qurtarmışam. Sonra isə belə ki, simli alətləri, gitaranı, sonra tarih. Sonra ondan sonra da kesə biləcəm ki, fortepianoya isə biləcəm ki, öz sahəmdən yaxınlaşmışam, öz sahəmdən. Mən muğamları, onun latlarını tarda yox, pianinodan götürdüm. Hatta mən onu eləyə bilməmişəm. Pianinodan götürmüşəm, onu yazmışam ki, mən burada hansı sesin üstündə dayanmışam mən. Muğamda elə yerlərə var ki, məsələn, var, Mahur Hindi var. Mahur Hindini elə yazıblar ki, Mahur Hindini elə qurublar ki, ondan aldığın ləzzəti mümkündür başqa cür. Onun başlanğıcında bir mürğü səhər var. Özü də ki, o şeyləndir, adı nədir, onun ritmi var. Mürğü səhər sözünü ədəbiyyatçıların bəziləri səhər quşu kimi onu açırlar. Səhər quşu, mürğü quş deyil, səhər də səhərdir. Amma fars ədəbiyyatından açanda mürğü səhər, bəzi ədəbiyyatçılar bunu xoruza bənzədirlər. Axı ilk oyanan xoruz da o banlayır. Bəziləri bunu, amma ədəbiyyatlı bunu icazə vermirlər ona eləməyə. Ona görə bunu mürğü səhər, onu bax, Mahur Hindidə. Burada bir dənə bunu qurublar, bir dənə düzəldiblər. Deməli, dəramət çalınır, dəramətdən sonra mürğü səhər çalınır, sonra ondan sonra gəlir Dayadaş, Maye, Vücek, Muğam getdi bundan sonra. Bunu tutmaq, buradakı ləzzəti tutmaq lazımdır. Bu nə kitabıdır? Xahiş adı nədir bunun? Bu içində. Nə demək? Bu içindədir. Yox, kinolardan şeylərdir bunlar, atırmışlardır. Hə. Daçniki var burada, Banya var, Çuslu var mesela, Blues, Tiyatrolardan. Ha, tiyatrolardan, ha, Leningrad Akademik Большой драматический театр имени Максим Горького. Автор кто? Benyаш. Ne barədedir bu kitab? Tiyatr haqqında da, yəni oranın şeyləri də, nailiyyətləri haqqında, artistlər haqqında, məsələn, bax bu tanınmış, yəni aktyordur bu tanınmış, həm kino aktyordur, həm də ki tiyatr aktyordur. Onun üzündə, onun cizgilərində, mimikalarında aktyorluğu var. Başa düşdüm. Məsələn, o vaxtı şeyin vaxtında bir kino çəkmişdilər, Znaxır. Yadıma gəlir Znaxır kinosu. Polşanın kinosunu görmüşsünüz. Znaxır Polşanın kinosudur. O 38-ci ildə çəkilmişdi. Çornobıl çəkilmişdi. 39-da Almanlar Polşaya hücum elədilər. Bütün Polşa darmadağın oldu. O kino itdi, yoxa çıxdı. Ondan sonra Yoji Goffman adında bir rejissor vardı.
polski rejissor Yoji Goffman. Yoji Goffman bütün onu tezdən çəkdi. Bütün aktyorlar, zatlar hamısı. Bir dənə də bu, həmin Znaxır roluna bir dənə aktyor tapmışdı bu. Bunu dedi ki, yox, bundan əl çəkə bilər. O Yerzy Binkitski idi. Yerzy Binkitski. O da bir sən nə elədi? Yarattı bunu. Bütün onu yarattı. Daha şey, orada onu belə bir atribut yazırlar ki, bu həyatda olub və bu insan həyatda olub, xirurq olub, bunun başına bunlar gəlir. Yoji Goffman bunu həyatdan götürmüşdü. Bu Yoji Goffman bunu həyatdan götürmüşdü, çünki onun əlində birinci əsər var idi. O tanınmış xirurq olub. Şöyle Polşada tanınmış, bilən ki, onun adı var məndə, indi yadıma düşməz, daha onun məhkəmədə onun qızı, onun familiyasını deyəndə bu diksinir. Familiyanla tanış gəlir. Bunu vururlar başından pulunu uğramaq üçün. Bir yaddaşını itirir, şuurunu itirir bu. Sonra bu İspaniyanın tarixidir. Əndəlus, yəni türklər buna, ərəblər bura Əndəlus deyirlər. Yəni ki, bunun bir hissəsidir İspaniyanın Əndəlus. Andaluzya xilafəti var idi. Xilafət var idi. Hətta Quranın bir tərcüməsi də 5 tərcümədən, yəni yazılan kitablardan 5 tərcümədən biri də Əndəlusa getdi. Türkiye'de bırakılmış kitaptı bu. Sonra bu da deməli Azərbaycanski Государственный konservatoriya Emil Uzeyri Qazibekova. Buradadır ki, Azərbaycanın konservatoriyasının bunlar dahiləri hamısı bunun içində. Hamısı dahiləridir. 72. ilin kitabıdır. Burada qabaqdan oradan baxmış şəkillər var. Orada, baxın, burada Üzeyrin də şəkli var. Bunlar hamısı Azərbaycan konservatoriyasının ilk müəllimləridir, professorlarıdır bunlar hamısı. Burada Üzeyrin şəkli də olmalıdır. Burada bizim ansambl, Azərbaycanın bax ansamblı, ilk ansamblları, Tarla, Gözən bunlar hamısı. Üzeyir Hacıyevin deməli 32. ilin. 32. De Üzeyir oturub. Üzeyir. Bax Üzeyrin şəkli də var olan içində. Burada Üzeyir'in biyografiyası da vardı ya. Burada biyografiya yazımı olan, yəni ki, o əsas o şeyin haqqında yazıldı. O musiqi aləminin haqqında çox verilib orada. Üzeyri Allah'a şükür daha bilmədiyimiz yoxdur. Üzeyir daha hələ bir iz qoyub, hələ bir xət qoyub ki, o xətdən üstündən keçmək mümkündür. Orada mütləq sən dayanmalısan. Bunlar hamısı bizim dahilərdir. Üzeyir, adlıdır, Müslüm Ağamayev. En cavanı Müslüm, yəni ki, Fikrət Əmirov. Sonra buna adını bilmirəm, mən tanımıram bunu. Tofiq Uliyev, Əjdaha. Doğrudan Əjdaha. Sonra Hacı, bunu da tanımıram mən bunu. Sonra bu kimdir bunlar? Bunlar köhnələrdir, bunları tanımıram. Bir dənə Fikrəti tanıyıram buradan, Fikrət Əmirovu. Onun Kor Ələbə mahnısını bütün dünyaya yaydı. İlk dəfə bunu Azərbaycandan, onu disk formasında bunu yazıb çıxardan Fikrət Əmirov. Sözləri Hüseyn Cavidin, musikisi də bunun. Bunlar kimlərdir? Vaspitaniki konservatoriya. Bunlar isə müəllimlər olublar. Bunlar müəllimlər olublar, onlar hamısı konservatoriya müəllimləri olublar. Bunu tanış gəlir, mənə bilməm kimdir ki. Konservatoriya müəllimləri. Bunları demək olar tanımırıq da biz. Biz görməmişik də, yaşımız çatmır bunlara. Bunlara yaşımız çatmır. İndi bunu oranın kimlər ki, orada vaxt ikən işləyirlər, görüblər. Bax, onların. İndi bəzi içində bir tek tanıyırıq da. Bunu tanımaq üçün, yəni ki, bizim yaşımız çatmır bunlara. Neyse. Aqlavleniyadan baxaq, maraqlı nə var Aqlavleniyada? Tapa bilmirəm. Aqlavleniya o yanda olar da, bu yana. Əvvəlində. Bu yan. Bu kimdir? Qara Qarayev görür. Qara Qarayev şəklinə baxır.
Bu şəkli görmüşük. Bu çox yerdə var bu şəkil. O vaxt Kara Karayev yazırdılar. Rusça Kara yaza İndi bilmir. təşkillər. Kara Karayev Yox, Kara Azərbaycanca yazılır axı. Rusun vaxtında Kara yazılır da. De Ataktıra orada yazılıb. Adlar ben tabi bilmədim. Ola bilər, yoxdur əlbəttə. Hə, sonra Sonra bu Azərbaycanın, bax bunda çox maraqlıdır bu. Azərbaycanın kinoskuşlu Azərbaycanı. Burada çox dəhşətli faktlar var. Azərbaycanın dəhşətli. Hansı mənada dəhşətli? Burada 66-cı ilin kitabıdır. Yoxsa 60-cı ilin kitabı? 60-cı ilin kitabıdır. Kulibekov yazıb. Bizim kinolarımızın çəkilməyi bir yana, amma ilk dəfə televizorda göstərilən kino 55-ci ildə Bəxtiyar kinosudur. 55-ci ildə o deməli çəkilib, Lətif Səfərov tərəfindən çəkilib o. Rejissorları olan Rus olublar. 2 dənə rejissor olub, postanovşik. Onlar Rusiyadan gəliblər. Rejissor postanovşiklər Rus olublar onlar. SSR-nin də gəlib vətəndaşı olublar. Amma mahnılarını yazan onun Tofiq Quliyev olub, Tofiq Quliyev olub. Deməli 21 dənə musiqi yazıb buna. Onun 11-i şeyləndir, oxunuşlandır. Amma ki 11-i musiqidir. Özü də ki burada elə bir yəni onun bir dənə əsəri var orada, Qızıl Üzük var. Üzüyümün qaşı Firuzədəndir. Onunla hesab ki bir möhür vurub musiqiyə. Onunla çox böyük bir, burada da var olan şəkilləri. Kompozitörlər. Sonra kitablarınız. Sonra burada deməli buradakı bu Rusiyanın kitabıdır. Bu Rusiyanın operasıdır. Bu Rusiyaya aiddir bu. Deməli Malый operный teatr. Bu Leningradda yerləşir bu opera. Leningradskiy Государственный орден Leningrad Malый. 61-ci ilin kitabıdır. Sonra bu da bizim Sovetin vaxtında da yəni ki necə deyim ki bu ondan qabaq bir şey olub, bunun tarixini. Yəni ki bu Şəlyapin şey olub, oxuyan olub. Bunun bas sesi olub. Daha mən eşitdiyimə görə deyir ki, elə bir sesi olub ki, o bilməm hansı operada olubsa deyir, o lüstrün şüşələri tərpənib deyir. Mən vallahi elə eşitmişəm ha, indi qulaq şahidiyəm mən. Hələ eşitmişəm ki, o şey olub da, adı nədir? Şəlyapin. Bu kitabda da var o. Bax bu kitabda, Şəlyapin bu kitabda da var. O kitabda. O kitabda da var Şəlyapin haqqında. Bax bu onun oynadığı rollardır. Bu qarbondur. Yox, qarbon olmaz, yox. Qarbona oxşadı bu. Şeydən, qarbon iz Notre Dame. Bir dənə oxuyun, baxım, görüm. Ne burada da onun haqqında yazıyor? Yox, ona oxşadı ama. Yox, o deyil. Qarbon Fransız şeyindi də o, adı nədir? Fransız da onu yazan. Bildim. Hə, sonra Don Quixote oxşayır. Don Quixote. Şeyə, oxşayır ona. Yəni bu heç İslama aiddir bu. Yəni bax bu 2 dənə kitab çox yəni ki qiymətli kitablardır. Bunun içində xalq mahnıları var, eşitdiklərimiz də var, eşitmədiklərimiz də var. Mən məsələn bu qədər musiqiyə aludə olan adam burada elə şeylər ki mən onları eşitməmişəm. Onlar niyə eşitməmişik onları? Onlar bilmirəm, bilmirəm onları nəsə nota salmıblar, nə məsələn artıq gəlib, nə olub, necə olub, bunu eləməyiblər. 81-dir. 81-dir. Bu o çap ola bilər, amma ki o mahnılar çox qədimdir. O mahnılar onun içindəki bunlar çox qədimdilər. Bax orada hələ yazılar var ki, hələ mahnılar var ki, biz onları eşitməmişik. Qaçaq Nəbi. Qaçaq Nəbi var bu, eşitmişik. Xoş gəldin. Mən məsələn çoxu var, məsələn Azərbaycan xalq mahnıları məsələn. Özdə 2 dildə yəni o kitablar. Yox, orada hamısından var. Bu özdəki orada 2 dildə də, Rus dilində də var, Azərbaycan dilində də. Tərcümə var. Rusça var. Rusça da var, Azərbaycanca da var. Ay qız sənə mailə. Bu var, bu mahnı var, eşitmişik bunu.
Ay qız sənə mail Siz elə hansı belə. mahnı eşitməmişik ki? Nə bilim bu var da nə bilim biz onu axtarmaq üçün indi. Ha, Məsələn bu qadın alım Ay Qaragöz. Ola bilər indi hardasa bu oxunub biz eşitməmişik. Ola bilər oxunub. İndi musiqiçilər bunu biləcəklər. çiçək. Hə, bu dağlarda çiçək Gülabadın su var, Mərbəkəndə odur bu. Sonra Tofiq Quliyev, Fikrət Əmirov, Seyid Rüstəmov. Səyid Rüstəmov bu da çox. Sonra üç bəstəkarın, Yox, çox bəstəkar var burada. burada 3 dənə bəstəkarın Hə, ola bilər. Hə. əsərlərindən söhbət gedir, belə çıxır. Dost Kürdüstanı, maraqlı ad. Belə şey eşitməmişdim, Kürdüstan qızı. Hı. Bunu kim yazıb? Fikrət Əmirov yazıb. Çox maraqlıdır. Bir bana da baxaq. Bu da həmin onun kimi, onun davamı da var. 2 hissədən ibarətdir bunlar. Burada görək kimlərin mahnıları var. Seyid Rüstəmov, sonra Fikrət Əmirov və Tofiq Quliyevin 2 mahnısı. Gülə gülə smeyə smeyəs. Bu ne deməkdir? Bu gələn yara bənzər. Bu gələn yara bənzər. Biz oxunanda indi bunu yara bənzər deyirik. Uzadırıq onu da yara. Yəni ki o şeyə görə, ölçüyə görə. Bu gələn yara bənzər, taktı başqadır. Bu gələn yara bənzər, takt dəyişir. Başa düşdüm. Qızıl Gül Roza. Başqa kitablar. Başqa kitabımız bir dənə budur. Deməli, bu da Sovetin kitabıdır. Bir dənə deyəm. Baxıram bunun içinə, yəni ki, bu öyrənmə o rus dilinin, yəni bu yazılarında, indi bunun revolyusiyalarında, burada yəni ki, burada biz tanınmış adamlar haqqında ensiklopedik bir formada da. Stranic Истории, Kniga Leshchenia na Ruskom языке. Bu hansı ilin kitabı? O Sovetin dövrünə düşəcəkdi o. Sovetin dövrünə düşəcək. 81-ci Ha, Sovetin dövrünə düşəcək. Bu bəhs hansı mövzulara burada Ensiklopedikdirsə hər mövzu ola bilər burada. Киевская Русь, из далекого прошлого, феодальное государство, борьба, образование. Kievski Rus bilsən nə deməkdir mənası? Yox, nə demək? İndi sən bu Rus var ha. Bugünkü Rus var ha. Bəzi qədim kitablarda onlar Kievski Rus kimi veriliblər. Eşitməmsən bu barədə? Biz keçmişik, Kievska Rus keçmişik. Həm də Kievski Rus da o da. O sonra şey yaranıb da, Moskva yaranıb da. Moskva sonra yaranıb. Ondan sonraki Leningradı Pyotr I yaradıb. Peterburg'da indi biz Leningrad deyirik də, Peterburg'da indi Sankt Peterburg'u o yaradıb. O o şey var adı nədir? İbrahim Ganibal. Onun köməkliyi olub onu orada. O gəlib. Onun birində o İbrahim Ganibal kimdir? Onun adı Abramdır da. O bilsən kimdir o? Yox. Mən sənə deyəcəyəm bu dəva. O belə deyir də. Onu Pyotr evləndirib. Onun 4 dənə oğlu olub. Deməli İvandır, Osipdir, sonra İvandır, Osipdir, bir dənə həmin Osip var ha. Osipin qızı Nadejda Ganibal. Bilsən kimdir? Yox. Pyotr'un deməli Pushkin'in anası. Sergey Pushkin'in anasıdır. Deməli Ganibal Pushkin'in deməli ulu babasıdır. Siz bilirsiniz də alternativ tarixçilər də var. Necə bu tarix düzgün yazılmayıb? Onu Lüboy tarix gəlsin. 100 ildən sonra, 200 ildən sonra deyəcək ki, bu düzdür. O tarixin qanunudur. Həmişə həll olub. Ömrü boyu həll. Mən gözümə açandan tarix hələ görmüşəm.
Sənə bir dənə söz deyim. 30 ilin, 20 ilin, 40 ilin tarixini sübut eləmək olmur. Sən istəyirsən ki, 1000 ilin, 100 ilin tarixini sübut eləyəsən. Hansı tarixi sübut eləmək olur? Elə tarixlər var ki, üstündən 30 il keçib sübut eləyə bilmirsən. Heç kim heç kimi sübut eləyə bilmir. Sən indi bunu sən necə sübut eləyəcəksən Elə ki? artefaktlar var ki, tarixi onlar heç kəs izah edə bilmir. Tarixçilər izah edə bilmirlər. O hələ olub, hələ də gedəcək. Bu nədir? Drevno-Ruskiy gosdarstvu. Bu günləri biz Zorge adında, Richard Zorge adında, başa düşdüm, bir bizim indi belə qəhrəmanımız var da. Amma Stalin onu qəhrəmanlıqdan çıxarmışdı. Stalin öləndən sonra 10 ildə sonra onu Ezbeyki qəhrəman elədilər. Stalin onu eləmişdi, adını silmişdi tarixdən. Demişdi ki, çünki onu tutdular Yaponiyada. Bilsən, o tarixi bilirsən. Bilirəm. Onu Yaponiyada tutdular. Əvvəl Almaniya göndərdilər, notu göndərdilər. Dedilər ki, biz veririk sizə, mənəm nə ilə dəyişməlisiniz. Almaniya dedi ki, biz belə adam tanımırıq. Bizdə yoxdur. Sonra SSR-yə verdilər. SSR-də dedilər ki, filan kəslə bunu dəyişdirik. SSR dedi ki, mən tanımıram onu. Onu sonra edam edədilər orada. O 54-cü ildə, 1954-cü ildə onun anası Rus idi axı. Onun atası Alman idi. Onun babası, atası Alman idi, anası Rus idi. Getdi ora Yaponiyada onu tapdı. Onun o qəbristanlığı idi, orada bir hardası bastırmışlar. O tapdı onu, onun daşın zadını qoydurdu, çıxdı gəldi. Sonra 60 neçənci ildə 64-də zətdə şeydə başladı. SSR-də Zətdə Azərbaycanda başladı onun adı hallandırmağa. O vaxtacan heç kim onun adını çəkə bilmirdi. Çünki Stalin onu eləmişdi də, demişdi ki, o siyasətdən çəkilib qırağa gedib mənə başqa işlərlə məşğul olub, nə edib, ona görə Stalin ona icazə verməmişdi. O jurnalist idi, vəbşətə jurnalist idi. Onu jurnalist kimi göndərmişlər Yaponiyaya. O mən sənə deyim. Bakılı idi, Bakılı. Yox, onlar buradan köçmüşlər oca, Bakılı döyürdü. Onun atası Almandı. Anası Rus idi bunun, buradandı onlar. Onun babası bura gəlib işləməyə. Sonra çıxıb getmişdi. Sonra bunlar müharibə başlayanda bunlar çıxdılar gedilər. Əslən o Almandı. Richard Zorge əslən 9 uşaq olublar onlar. Onlar 9 uşaq olublar. Mən onu oxumuşam haqqında. Böyük informasiyalar var. 9 uşaq olublar. O sonra buradan onlar köçüb gediblər, Almaniya köçüb gediblər. Oxumuşam onun barəsində. Onu gizlədirdilər də. Onun haqqında mən tarixə görə edirəm. Onun haqqında böyük tarixləri gizlədiblər. O müharibə isə nəşin burada. O vaxtı tarixin gizlədilməyi, müharibənin demək onu bir sənə gizlətdilər. Axı o demişdi axı müharibə başlayacaq. Çünki burada bizdə şey olmuşdu, 10 illik müqavilə bağlanmışdı. Almaniyanın SSR arasındakı bir-birinə hücum eləməməyi haqqında müqavilə bağlanmışdı. Bunlar da o müqaviləyə əsaslandılar. Dedilər ki, belə şey ola bilməzlər, müqavilə var aramızda. Amma o demişdi ki, bu hücuma hazırlaşır. 39-cu ildə zətdə bu hücum eləyəcək sizə. Həmin o deməli baş verəndə və burada bu aləm deydi bir-birinə. Sonra başqa kinə kitablarımız var. Bax buradakı, bax burada, bax bu deyən burada, buradan bax kinə bunlara. Bunlar yazıdır. Bu fransız, ingilis dilindədir, fransız dilindədir yazıdır. Göstərim. Bu hansı dildədir? Bilmirəm. Bu bilməm hansı Alman dilidir hansı? Dresden Alman dilidir. Bu hansı ilin kitabı? 66-cı ilin kitabıdır. Meister Altmeister. Azərbaycan xalq musiqisinin əsasları. Bu ilk sözüdür. Hacı Bəyev özü yazdı ilk sözü. Özü yazıb bu kitabı. Bu kitab lazımdır sizə? Yox, lazım. Bax, yaxşı qalsın.
Kitabdır bu. Deməli köhnə kitab. 18-ci əsrə aiddir bu. Deməli 1780-cı ildən 1920-yə qədər. Burada bütün 3 cilddən ibarətdir bu. Deməli burada bütün tanınmış adamlar və böyük adamlar, bütün alimlər, burada Nəsimi də var, Füzuli də var. Yəni bütün hamısının haqqında tanınmış bütün alim. Burada bir də bizim Nə vaxt buraxılıb? bu buraxılış neçədir? 1963-də. Deməli ilk dəfə Çar Rusiyası tərəfindən Azərbaycana qoyulmuş, bir dəqiqə mənə imkan vermə bir də sözümü deyim. İlk dəfə Çar Rusiyası tərəfindən Azərbaycana qoyulmuş Əbdülsalam Axundzadə ilk deməli Ül-İslami, bax bu kitabda onun yazıları var. Bu kitabda onun yazıları var. Bu kitabda qoyulub o. Onun haqqında burada informasiya verilir. O Çar Rusiyası tərəfindən Azərbaycana o təsdiq olunub, 9 il işləyib, 9 ildən sonra o rəhmətə gedib. Çox alim olub, çox savadlı. Onun bir kitabı da var, onun Tarix-ül Ənbiya əsəri var. Peyğəmbərlər tarixi. Böyük tarix yazıb o. Peyğəmbərlər haqqında böyük kitabı, Tarix-ül Ənbiya əsərini yazıb. Varaqlayaq kitabı. Orada bax, indi onun haqqında da vərəqlasan, indi bir o alimlər çıxacaq sənin qafaqla. Yəni, onlar köhnə kitablardır, onlar çox şey eləməyin, yaxşı bu arzuda deyil. Bunlar o vaxt bıraxılan kitablardır. Bunlar fars yazılarında damsı. Fars yazı demək olar, sadəcə olaraq ədəb qrafikası iləndir. Onlar Azərbaycan dilindədir. Yəni anlayış Azərbaycancadır. Ərəbdə o hərflər yoxdur. Bunlar bizim şairlərimizdir. Nəsimidir, Füzulidir. Bax, onların. Nəsimin o vaxt bu şəkildə yazıb da, yazıb onları tarix kimi. Bu şeydə ensiklopediyada başlayıb. Yox, indi biz belə göstərmirlər ki, bu şəkildə Nəsimdə o dəyişilir. Axırda, bizdən bu günləri əsas Nəsimi, bugün beynimizdəki Nəsimi Rasim Balayevdir də. Oturdu da beynimizdə. O yaratdı rolu, oturdu beynimizdə. Şuurumuzda o Nəsimi qaldı. Ondan qabaq Nəsiminin şəkili var məndə. Əziz Şərifzadə çəkib onu. Bakıxanov Basqulluq gücüsü. Başxanov haqqında da var, ha? Var. Çox alimlərin haqqında, tanınmış adamlar, hamısının haqqında var. Bu 3 cilddən ibarətdir. 3 cilddir bu. ...1780-ci ildən başlayaraq 20-ci ilə kimi keçən əsr. Yazılır, 1780-ci ildə bir kitab başlayıb yazılmağa. Ondan bir yana. Çünki Füzuli 16-cı əsr, məsələn Nəsimi 15-ci əsr, onlar burada düşürlər bu 1784. Ondan qabaq başlayır, bu 1780-dan başlayıb bu kitab yazılmağa. Yəni bu şeydir də, Azərbaycan kitabı. Görürsən, ad da qoymurlar, Azərbaycan kitabı. Burada kimlər var? Azərbaycana məxsus olanlar. Və bu nə kitabdır? O nə kitab? Buraxılıb kitab. Bax, o nə deyilə? Baxaraq ona. Biz indi oxuya bilmirik də. Onlar şeydir də, əski əlifba deyirlər də bana, əski əlifba. Əski, yəni ki, köhnə şeydə, keçmiş, qədimi, köhnə əlifba. Bax, bu Füzulinin ərəb dilində, bax, Mətləül Etiqad əsəridir. Ərəb dilindədir. Hamısı ərəb dilindədir. Bu Füzulinin Mətləül Etiqad əsəridir. Onun tərcümələri var. O kitaba ehtiyac yoxdur. Prosta saxlamışam da. Saxlamışam. Onun tərcümələri var. Kitabı Dədə Qorqud. İndi Dədə Qorqudu bir dənə açım siz üçün. Bax, bu Dədə Qorqud çox bu nadir nüsxədir. Burada Dədə Qorqudun deməli bütün tarixi faktorlarını burada yazıblar. Bütün
bizim yəni ki o irsi kökümüz Oğuznamədən üstü bu yana gələn kökümüz bax bunun üstündədir. Mən bir dənə kiçik belə bir yazı yazmışdım. Oğuzun Azərbaycana gəlişi və Azərbaycanın quruluşu. Bir də ki Azərbaycan sözünün tərcüməsi təpə mənasını Oğuz qədim Oğuz dilində Azərbaycan sözü təpə mənasını verir. Hündür dağ, belə təpə, dağ da yox, təpə hündür bir yer deməkdir. Azərbaycan sözünün mənası. Orada yazır ki, odla onu əlaqələndirmək bəlkə də heç lazımdır. Həmin təpəni də Oğuz öz ordusuna o torpağı daşdırıb töküb orada bir hündür təpə əmələ getirib. Mesela bilin ki, orada bir-iki dənə mənəm nələr bastırıb yerə, oranın adını qoyub Azərbaycan. Baxın, onun adını qoyub Azərbaycan, o zamandan oranın adı Azərbaycan kimi qalıb. İndi bunu bir epos kimi götürək, bir nağıl kimi götürək, neyini bilmirəm. Amma ki, Oğuznaməni, yəni mən indi bilməm, necə Manasda Qırğızların Manas dastanı var, bizim də Dədə Qorqudumuz var. Hər bir xalqın o dastanı mütləq olmalıdır. Dədə Qorqud həm də deyirlər Tat dilindən gəlib. Ola bilər, biz Dədə Qorqud deyəndə ki, Dədə Qorqud dədə böyük deməkdir, böyükdür. Çünki türklərdə də, məsələn, şeylərdə də, o Talış, yəni ki, o dialektikasında da dədə, yəni ki, atanın atasına deyilir. Türklərdə bu günləri, mən Maraşda məsələn, mənim qovm əqrəbəm var, onlar dədə babaya deyirlər. Biz necə bilək ki, biz baba deyirik, baba deyirik. Bakılar babaya baba deyirlər də. Biz atanın atasına baba deyirik, amma onlar atanın atasına dədə deyirlər. O kök onlarda oradan qalır. Çünki Kayı boyu. Türklərin birinci boyu Kayı boyudur. O Günxanın oğlundan gəlir də. Onu çünki 6 qola bölmüşdü. 6 qolu da keçə bilək ki, 24 boya bölmüşdü. Onun məndə bir ki Oğuznamə kitabı var. Sən məndən istədin, nə bir Oğuznamə? Yox, mən Gülüstan İran. Sən Gülüstan İran istədin məndən. Abbasqulu Bakıxanov Gülüstan İran. Məndə də o qədim kitabdır. Bu Dədə Qorquddur. Bu iki dildə yazılıb. Həm qədim türk dilində var bu. 7-ci əsrin türk dili ya. Türk dili iki cəhətə ayrılır. Bir var ki 7-ci əsrdən sonraki türk dili, bir var 7-ci əsrin türk dili. Bu biri türk dilindən təmiz düz gəlmir o. Onun haqqında ilk dəfə yazını Həmid Araslı yazıb. Çox güclü də yazıb onu. Həmid Araslı onu yazıb əməlli başlayıb. Hələ bir bizim beynimizi açıb o. Həmid Araslı yazıb onu ki, oradakı boylarla, məsələn, mən deyirəm ki, bax, dedi sözü var ha. Deyirəm dedi. Dedi sözü həmin o türk dilin boyda, o türk boyunda aydır deməkdir, aydır. Mən deyirəm dedi, filan kəs dedi, amma o deyir ki, filan kəs aydır, dedi. O sözlər tamam bir-birindən uzlaşmır. Bir Naxçıvanlı alim var, həm də dövlət xadimi olub bu adam, Babayev familiyası. Adı yadıma düşmür, hə. O barədə videolarda var. Deməli, onu yazdığıma görə Dədə Qorqudun qəhrəmanları Allah yolunda cihad aparırlar. Dədə Qorqudun tarixi sən bilsən necədir? Çox da dərinə getmir ha. O Məhəmməd peyğəmbərin zamanına gəlib düşür ha. Dədə Qorqudun, yəni ki, onun həyatı Məhəmməd peyğəmbərin tarixinə gəlib düşür. Hardasa 17-ci əsrə gəlib düşür o. 7-ci əsrə düşür. O Bayandur Nesli zadı, ki, o köklər hamısı o əsrə düşürlər. Bu da Nizami Gəncəvinin xəmsəsinin, yəni xəmsə onun 5 dəməsinin, yəni ki, xəmsə 5 əsərinin miniatürləridir. Çəkilmiş rəssamlar tərəfindən çəkilmiş miniatür. Çoxu da buradakı, yəni Əzəm Əzimzadə tərəfindən çəkilib, kimlər tərəfindən çəkilib bunlar, onun şəkilləridir, hamısı. Həmin o qəhrəmanlar ki, yaradıb Nizami, bu Nizamini çəkilib. Onları xəmsə çəkiblər, bir ona əsərlərə şəkil çəkiblər. 83-cü kitab, elin kitabı. Rusçada deməli. Rusçada var, Azərbaycancada var. İki dildə. Kərim.
bizə, hə, Bu bizim Azərbaycanın, yəni ki, tarixçıdır. Əbdülrəşid Əlbəkuvi. Bu çox böyük tarixçidir. İndi bunun bir əsəri var. Kitab-ı Təlxis əsəri var. O Azərbaycanın 7 iqlimi haqqında yazır. Bunun əsəri ikinci cildə növdə sayılır. Çünki bunu Kitab-ı Təlxis əsər. Mən bunu oxumuşam. Bundan sonra Əl-Bilad kitabı var. O Zəkəriyyə Məhəmməd Əl-Qəzvini tərəfindən yazılıb. Yəni bütün alimlər, o cümlədən Ziya Bunyatov da, Kraçakovski da, Saraşvili də deyirlər ki, bu kitab köçürmədir. Hələ bilgilən ki, o kitabdan köçürülüb elə bil. Yəni oxşarlıq çoxdur. Amma bu Bakılı sözü Bakı deməkdir də, bu Bakılıdır. Sonra bu Misirdə ölüb bu. Bunun kitabını sonra Misirdən aparıblar, nə ediblər, üzün köçürdüblər. Bu fransızların əlindədir kitab. İndi dəqiq mən bildiyimə görə bu fransızların əlindədir bu kitab. Sonra burada bizə bəzi şeylər var. Bu vaksin var, quduzluq haqqında. Onun haqqında burada belə bir yer var. O bir dağ var idi. Ora gəlir çatırdılar. Oradan o dağı düşmək üçün orada belə bir yerlər düzəlmişlər. Orada onlara nəsə yemək verirlər, pendir, çörək verirlər, nə verirlər. Onlar onu yeyirdilər. Sonra oradan düşürdülər. Orada da dərədə çoxlu quduz heyvanlar, zatlar olurdu da. Bunlara çitləyəndə bunlara təsir eləməsin. Həmin sonra mən bununla maraqlandım. Getdim Quba tərəfə mən. Getdim Xudata, maraqlandım ki, pendirin cövhərinə nə vururlar bunlar. Pendir tutmaq üçün onun şeyi var axı, cövhər dillər də onu. Bir onlar saydılar mənə ki, neçə dənə yerə getdim. O neyin suni, mənəm neyi? Mən indi sənə Louis Pasteur 1880-cı ildə o vaksini tapdı yox. 1880-da başladı, 85-də vaksini tapdı, 86-da təsdiq olundu bütün dünyaya. Deməli, 1924-də Azərbaycana verildi. 30 neçə ildən sonra verildi Azərbaycana vaksin. Deməli, mən dedim ki, hələ bilgilən ki, o vaksinin tapılmağında həmin bu kitabın, o şeyin, Əbdülrəşid Əlbəkuvinin əsərinin bəlkə də bir təsiri var. Bir də ki, mən bunu bilsən harada bir tapmışam, bir də ki, bizim Qarabağda Xurşudbanu Natəvan da bu işi bilirdi. O da o xəstəliyə çarə eləyə bilirdi. Nəsə düzəldirdi, o xəstələrə verirdi. Onların elə bilgən o için ağzının o şeyi yoxdur, suyu yoxdur. İndi biraz bir pis çıxmasın ki, bu tüpəcək yoxdur. Həmin o şey, mikrob virüs, o ağız suyunda olur. O qana keçmir. O bədəndəki suya keçir. O gedir, çıxır mərkəzi sinir sisteminə və oranı paralizovat eləyəndən sonra artıq sinir sistemi pozulur, insana bir beyin qulaq asmır. Onun adı ona görə də bəzi elmlərdə gidrofobiya qoyulub. Həmin insan sudan qorxur. Suyu içəndə qalır boğazında, o suyu görəndə qışqırır. Onun adı elmdə gidrofobiya gedir. Gidrologların dilində su deməkdir. Ona görə onun adı ki, məndə bunun kitabı var məndə. Louis Pasteur'in kitabı var məndə. Bax, çaxırın şeyini, qızgırtmasını o düzəldib. Sonra pivənin qızgırtmasını o düzəldib. Bir də bizə nəyə düzəldib o? Sütü pastörizovat edirsən ha. Pastörizasiya sözü Louis Pasteur'in şərəfinə verilib ona. Louis Pasteur, pastörizasiya, onun şərəfinə verilib ona. Nədən ibarət o proses, pastörizasiya? Onu eləyirlər ki, o süt çürüməsin. Nə qatırlar? Onun deməli tərkibini, onu qaynədirlər. Neçə saata qaynayır. Əgər tez qaynayırsa, orada başqa bir sistem qoyurlar. O getmiş dərəcə var da, istiliyin dərəcəsindən onun saatını artırırlar. Əgər 60 ilə qaynayırsa, bu 3 saat qaynamalıdır. Qaynamır, istiləşir o. Onun tərkibində, deməli sütün tərkibində görün olur. Bruselozasında mikrob olur, bruseloz. O bruseloz əgər onun bətnində qalanda, keçir insanın bətninə. O insanın bətnindən sonra leçenlə 5 ildən tez təmizləmir. Bax, sümüklər sınır. Heç belə gələn ki, kimsə sənin sümüyünü vurur, sındırır. Bruseloz. Mənim anam veterinarla həkim olub. Onun bütün kitabları buradadır. O damda onlar. Çünki onlar, onun şifristləri, heyvana vurulan, ondan şeylər, prov götürmələri, zatları, hansı heyvanlar yandırılıblar. Hansı heyvanlar, yəni ki, icazı verilmir, o da ki, bizən 2 dənə bu boynu çex var idi. Bir var idi sanitarni boynu, bir də var da abıqnabenli boynu, yəni insanlar üçün keçilən. Sanitarni da gedirdi, şeylər gedirdi orada, eksperimentlər gedirdi, baxırdı heyvanları yoxlayırdı. Ən qorxulusu qara yaradır. Qara yara, ən qorxulu. O əgər keçibsə şeydən, aparatdan keçməyibsə, çörək istirasiya düşməyibsə, gedibsə boynuya. Onun sağında, solunda nə qədər heyvan var idi ya, 50 dənə, 100 dənə, hamısı yandırılırdı. Hamısı yandırılırdı. Onun bir dənə cüzü, bir dənə mikrobu düşsün ha, onun qabağında yamaq olmurdu.